Salam dövlət qulluqçuları və dövlət qulluğuna hazırlaşan namizədlər. Bugün mən sizə video təqdim edəcəm. Dövlət qulluğuna bağlı olan videodur. Qısa bir videomuzdur. Hansı ki, dövlət qulluğuna son dəyişiklik. 2026-cı ilin 26 yanvar tarixində edilmiş dəyişiklikdir və həmişə dəyişik olunan zaman yaxın imtahanlara həm test mərhələsində, həm də müsahibə mərhələsində düşür. Və qarşıda 5 fevral imtahanı gəlir və 5 fevralın üzü o tərəfə digər imtahanda aydın məsələ düşmə ehtimalı var. Və bir də ki, bir şey var ki, müsahibə zamanı soruşurlar ki, dövlət qulunun ən son dəyişikliyi nə olubdur? Biraz dəyişikliklər olub və onların hamısını birə-birə qeyd eləmişəm. Buyurun, birlikdə baxalım. Diqqətlə yoldaşlar nəzərdən keçirək ki, dövlət quluna plan verilməsi özünə ən axırı dəyişik edibdir. Hamısı öz yerindədir və əlavə olaraq dövlət qulluğuna xitam vermədə dövlət qulluğunun müddətli dövlət qulluqçusunun müddətli hərbi və ya alternativ xidmətə çağırıldı. Əvvəllər dövlət qulluğuna xitam vermədə ən axırıncı dəyişik bax bu idi. Sertifikatın qüvvədə olmaması bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat əldə edə bilməz zaman. Və ən axırıncı isə artıq dəyişiklik bax bu oldu. Dövlət qulluqçusunun müddətli həqiqi hərbi xidmətə, həqiqi hərbi və alternativ xidmətə çağırıldı. Və buradan etibarən bax işarəliyim ki, əlavə edilibdir və bunlar indi bunun ətrafında biz danışacağıq. Düz bura olmaq şərtlə. Qalan hamısı əvvəldən olduğu kimidir. Və düz buradan bura kimi işarələdiyim yerlər var. Hamısı əlavə olunubdur. Dövlət qulluqçu əmək pensiyası haqqında qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaşı çatdığı üçün dövlət qulluğuna xitam verdikdə digər pensiya növünün təyin edilməsindən asılı olaraq onun öz seçimi ilə dövlət qulluğunda son 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki orta aylıq dövlət məvacibinin, o dövlət məvacibinə daha maaşın yox, 6 misli məbləğinə haqq verir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta və digər icbari ödənişlər tutulmur. Və dövlət qulusu yazır ki, 33.1.11. Sizdə imtahanda 33.1.11 düşməyəcək. Nədir 33.1.11? Dövlət qulusu vəfat etdikdə. Ha belə, məhkəmə tərəfindən xəbərsiz 2 gün düşmüş hesab edildikdə və ölmüş elan edildikdə. Bu zaman necə olacaqdır? Dövlət qulluqçusu, dövlət qulluqçusunun vərəsələri və dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məsələn 4 misli miqdarında müavinət ödəniləcək. Bax, 4 misli müavinət ödəniləcəkdir. Sonra qeyd edilir 33.1.13 nədir? Dövlət qulluqçusu müddətli hərbi və alternativ xidmətə çağırıldıqda sən onunla bağlı xitam verilir. Dövlət qulluqçusunun belə dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin 3 misli məbləğində belə deyək ki, müavinət ödənilirdi. Dövlət orqanları ləğv edilmə halları istisna olmaqla müddətli hərbi xidmət çağırılanda müvafiq dövlət orqanında qulluq keçmiş, hərbi xidmət buraxıldıqdan ən gecə nə qədər müddət 60 təqvim günü keçəndə əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və analoji vəzifəyə təyin edilirlər. Daha sonra müddətli hərbi xidmət çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ya ehtiyata buraxıldan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsini təyin edilmiş dövlət qulluqçuları müddətli hərbi xidmətdə olduğu müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaqdır. Yəni artıq hərbi xidmət məsələsi nəzərdə tutulur. Və digər məsələ yazır ki, 33.2.1 bu orta aylıq əmək haqqı məbləği, amma yenə də maddə düşməyəcək. Biz qayıdırıq 33.2-1, bax bu maddə və bu maddələr hamısı yazır ki, aylıq məbləğ əmək məcəlləsinin filan maddənin filan bəndinə ehtiyac yoxdur, sadəcə bilin ki, əmək məcəlləsinə uyğun olaraq müəyyən edilirdi. Baxın, yoldaşlar, qısaca bir dediyim bir məsələdir. Baxın, bunlardır. Son dəyişiklik olmuş bənddir. Fevral ayının 5-nə, marta və digər imtahana gedən şəxslərə, həmçinin müsahibəyə gedən şəxslərə ehtimal çoxdur ki, bunlardan sual düşsün. Hər birinizə uğurlar arzu edirəm. Hər hansı bir suallarınız olarsa, hazırlaşmaq istəsəz, əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər, uğurlar hər birinizə.